Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla şəxsi tikili bir həyət evi çəkib təqdim edirəm. Evimiz ümumi 6 sot torpaq üzərində yerləşir. Arxada bağı var. İndi sizə göstərəcəm. Evin ümumi sahəsi 170 kvadratdan da çoxdur. Çox iri evdir. Qeyd etdim ki, özləri tikiblər tam cütdaş beton fundamenti, yuxarıdan beton kəməri. Bax, bunun həyətidir. Bütün dəmir reşatkaları vurulub. Hündür bir ərazidir. Keçək arxaya bağ hissəsinə. Yerləşmə yeri Masazır qəsəbəsində, Azərsitin düz arxasında. Bax, buradan zirzəmiyə giriş var. Hər ehtimala qarşı iri burada özləri tikiblər kəndi belə. Yəni suyu daimidir. Bax, burada toyuğuca saxlamaq üçün hinidir. Həyətdə ağacları. Bax, belə cavan ağacları var. Bax, bu da evimizin arxadan görünən fasad görüşüdür. Yeri əladır, qupquru yerdir. Uzun illərin evi. Bax, burada belə bir balaca otağı var. Burada yine bir otaq. Yəni bura yarım zirzəmidir. Biri də buradadır. Bak, burada da iri bir dənə otaqdır. Yarım zirzəmidir, otaqdır, iri otaqdır. Əvvəl bura kiraya verilmişdi. Yəni kiraya çıxartıblar. Satışa görə. Keçək indi evimizin içine keçək. Yəni Azərsitin arxasında yola çox yaxın, hardasa bir 200 metrdir məsafəsi. Bak, burada iri bir eyvandır. Dama çıxmağa buradan yeri var. Keçin evimizin içine. Daxil olduq evimizin dəhlizinə. Bak, iri bir dəhlizdir burada. Burada ayaq yolsudur. Buradaki hamamıdır. Hardasa bir 20 ilin evidir. Rahat bir 20 ilin evidir. Evde evin telefonu var. İnterneti var. Gaz, su, ışık daimi. İri bir zaldır. Burada elektronika götürülməklə yarım əşyalı satılır. Bax, burada kondisyoner qalacaq. Bu stol stullar. Bu iki dənə divan götürüləcək. Bax, buradakiler qalır. Bu televizori götürmək şərti ilə iri bir zaldır. Burada da ki çox iri bir dənə yataq otağıdır. Belə bir yataq otağıdır. Buradakiler ise götürülecek. Buradaki əşyalar götürülür. Keçək indi 3-cü otağımıza. Bak, buradakiler ise nə əşya göstü qalır. Bak, bu kondisyoner qalmaq şərti ilə bütün pəncərələri hamısı öz həyətinə açılır. Evimiz kombi sistemi ilə qızdırılır. Çox iri evdir. Neyse, keçək mətbəxə. Daxil olduq mətbəxə. İri bir mətbəx. Belə bir mətbəx. Yəni ev təcili satılmalıdır. 165 mindən qoyulmuşdu satışa. İndiki real qiymət 145 min manatdır. Sənəd qiymətləndirmə sənədi olacaq. Yəni bu başdan deyib ki, kupçası yoxdur. Kupçası olsaydı bu evin məlum məsələ ki, qiyməti tam başqa olardı.
Kim alsa Allah xeyir versin.